إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء فاتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmaqda çağırıram. İnsan, mömin xüsusən əsas məqsədlərindən biri budur ki, bu sifətə nail olsun. Və bu sifətə nail olmaq üçün, yəni təqva sifətinə insan gərək əməl etsin. Şey yoxdur ki, insan bir şey nail olmaq üçün onun üzərində çalışmalıdır. Heç nə sözünə gəlmir. Və dinimiz də bizə bu sifəti artırmaq üçün bəzi əməlləri fərz edib və bəzi əməlləri müstəhəb edib və həmçinin bəzi əməlləri qadağan edib və qadağan olan əməllərdə həmçinin ona görədir ki, bu sifətdən sən uzaq düşməyəsən deyə, bu sifət səndə zəiflənməsən və dinimiz şamildir. Həyatın hər bir hissəsinə toxunub və orada ona aid olan məsələləri xeyirlisini bəyan edib və həmçinin şərrini də bəyan edib, xeyrə tabir olmağa əmr edib və şərdən uzaqlaşmağa əmr edib və insan həyatın bütün tərtibinə göstərib, necə yaşamaq lazımdır. Olar ki, çox təəssüf ki, bəziləri İslamı düzgün başa düşmür. Elə başa düşürlər ki, İslam həbs etməkdir, yəni qaranlıq, özünü həbs edirsən, zülmətdə, qaranlıqda, gülmək olmaz, zarafat eləmək olmaz, oynamaq olmaz və s. Tərk-i dünya olmazsan tam. Lakin, bu təbii ki, cahillikdir. İslamı bilməyən adam deyə bilər bunu və fikirləşə bilər. Və xüsusən ona görə bu məsələ, bəzi məsələlər var, istədik bir gün ona toxunaq, o da ümumiyyətlə İslamda zarafat. Və çox vaxt bu zarafat, xüsusən də bu qardaşlar arasında və s. Görürsən, şəriətə uyğun rayət olunmayanda zarafat hətta yaxşı nəticələr verməyə bilər. Ümumiyyətlə, İslama görə zarafat eləmək olar. Bu ədəbi necədir, bu əxlaqı necədir, əxlaqdan necə sayılır zarafat, düzgün sayılır. Məsələ mühüm məsələdir. Çünki biz əxlaqı, öz aramızda münasibəti, öz ailədə münasibəti, qohumlarda, qonşularda münasibəti düzəltməyincə başqa məsələlər də olmayacaq. Çünki biz görürük, Peyğəmbər s.ə.v dinimiz birdən gəlmədi. Birinci əqidə təmizlənir, əqidənlə bir yerdə əxlaq və sonra fikir versiniz, ayələr necə gəldi? Tərtiblə, vəziyyətə münasib. Ona görə də əxlaq mühümdür, qardaşlar. Zarafat da elə növü var ki, onlar etmək bu əxlaqla xələl gətirməz və elə növləri var ki, olmaz. Və şəriət bu məsələyə toxunub. Və bilginən ki, dinimiz zarafat etməyi haram görmür. Sadəcə buna qaydalar qoyub, hətta fəsad olmasın deyə. Və təbii ki, zarafatın əksi ciddi olmaqdır. Bəli, hər bir müsəlman ciddi olmalıdır. Çünki Allah s.ə.v bizi
əvət yerə yaratmayıb, sadəcə oynamaq üçün. Lakin bu məsələ, zarafat məsələsi elə növləri var ki, caizdir, elə növləri var ki, caiz deyil. Və caiz olmayan, yəni bu cür zarafat etmək olmaz. Növlərindən, məsələn, əgər o zarafatda yalan varsa, yalandan kimi nəsə zarafat edirsən, nəsə bir yalandan deyirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə kim yalandan zarafat edirsə, yalan danışda veynullah, 3 dəfə deyir, veynullah, vay olsun o Allah, vay olsun Allah. Həmçinin qadağan olan növlərindən zarafat ilə adamı qorxuzmaq. Sahabələrdən biri səfərdə yatmışdı və başqa sahabələr zarafat edilər, o yanında qorxdu və sahabələr güldülər. Çünki aralarında zarafat edirdilər bir-birlərinə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, la yahillu li muslimin an yuravvi'a muslimə. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, müsəlmanı qorxuzmağa halal olmaz, yəni qorxuzma olmaz. Həmçinin buna daxildir bəzi əməllər, məsələn, nə üçün götürürsən, gizlədirsən, hansısa xüsusən də əgər bir qiymətli şeydir, qorxuzursan, o da qorxun ki, nəsə itdi və sonra çıxardırsan ki, həm buradadır və s. Belə zarafatlar eləmək qadağandır şəriətlə. Həmçinin o zarafatlar qadağandır ki, zərərə aparar, düşmənçiliyə aparar, söyüşə aparar və s. ədavətə aparar. Həmçinin o zarafatlar haramdır, insan qəflətə aparır, ibadətdən çəkindirir və ya həmçinin o zarafatlar haramdır, insanda ciddilik olan simanı aparır. Xüsusən də başlayırlar səfihlər sənə zarafat eləməyə. O zəvə elə göstərsən onlara. Həmçinin zarafatdan o növləri haramdır ki, dostluğu pozur. Xüsusən ona görə zarafatda da ehtiyatlı olmalısan. Xüsusən də əgər şəriətə müxalif bir şey olsa, ümumən. Amma caiz olan zarafatlar, məsələn, əgər o zarafatla sevgiyə gətirib çıxardır, sevgi cəhətindən deyirsən, necə Peyğəmbər sallallahu zarafat eləyərdi, Ənəs radiyallahu anh deyərdi, ey ki qulaq sahibi. Yəni zarafat eləyərdi Ənəs radiyallahu anhına, Əbu Davud Tirmizi rivayət edib. Həmçinin o zarafat olar, hansı ki özünü seçdirmirsən, seçilməmək üçün olan bir cəmaatın dəstənin arasında Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər salsın yanımızda gedəndə qıraqdan baxan elə bilməzdir ki, o Peyğəmbərdir, elə bilərdi ki, dostumuzdur və ya balaca qardaşımızdır. Həmçinin zarafat etmək olar tərbiyə cəhətindən və Peyğəmbər sallallahu aleyhi ve sellem, həmçinin sahabələr, həmçinin alimlər zarafat edərdi. O demək deyil, həmçinin ağlar olmalısan və ya belə qaşqabaqlı belən ki, səni dindirmək olmaz, həmçinin ağlamalısan və s. yox. Və bax, Peyğəmbər sallallahu aleyhi ve sellem Tirmizi Şəmal-i Muhammediyyə kitabında deyir ki, bir gün bir qadın, qoca qadın gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Deyir ki, ya Rasulullah, Allaha dua elə ki, Allah qala mənə cənnəti salsın. Fikir versən, deyir, Allaha dua elə. Deyir, ya Rasulullah, mənə cənnəti sal. İndikilər ölülərdən istəyirlər, qaldı ki, dirilərdən. Ki, ölüyə deyir ki, mənə işləmi düzəl. Bax, qadın, qoca qadındır, lakin tərbiyə var, əqidə tərbiyəsinə. Peyğəmbərdən istəmir. Deyir ki, sadəcə Peyğəmbərdən istəyir, o Allahdan istəsin. Sağlığında olanda. Amma öləndən sonra olmaz. Deyir ki, ya Rasulullah, Allahdan istə ki, mənə cənnətə salsın, cənnət əlinə eləsin. Peyğəmbər salsın, deyir ki, cənnətə qocalar girməyəcək. Qoca arvad çöndü, ağladı. Və Peyğəmbər salsın dedi ki, ona sahabələrdir ki, ona deyin ki, Allah subhanətlə buyurur ki, İnnə ənşə'nəhunna inşə'ə fəcəənnəhunna əbkara urbanə ətrabə. Əl-Vaqiyə surəsi 35, 36, 37-ci ayələr bu ayələrdə Allah subhanətlə buyurur ki, biz onları cənnətə salanda cavan kimi gedəcəklər. Yəni, qocalar olmayacaq cənnətdə. Yəni, o mənada bildir Peyğəmbər sallallahu aleyhi ve sellem. Zarafat elədir. Yəni, cavan olacaqlər, qız olacaqlər və həmçinin onları orada çox istəyəcəklər. Əlləri çox istəyəcək. O mənada. Və yaş da gəlib 33 yaşdır cənnətdə. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem zarafatlarından
kişilərdən, sahabələrdən biri gəlir, deyir ki, bədəvilərdən biri deyir ki, ya Rasulullah, mənə də dəvə ver döyüşmək üçün. Peyğəmbər sallallahu deyir ki, onun mənim dəvəmin balasını götürərsən. O da deyir ki, ya Rasulullah, mən balanı necə oturum üstünə? Peyğəmbər sallallahu deyir ki, məyər dəvə doğanda elə balaca qalır. Yəni, demək istəyib ki, yəni balası Allah ki, böyüdür. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem zarafatlarından Ənəs radiyallahu anh'ın anadan olan qardaşı olur Umeyr. Peyğəmbər sallallahu girir bir gün yana, balaca olur Umeyr. Və görür ki, ağlayır. Və ürəyin belə almaq üçün zarafat edir ona və deyir ki, ya Əbə Umeyr, mə fəalən Nuğayr. Və bu balacanın da Umeyrin quşu olur balaca, oynayır buna və quş ölür. Və Peyğəmbər sallallahu girir, gələndə görür ki, ağlayır balaca, deyir ki, nə olur? Deyir ki, balaca quşu var idi və ölür. Və Peyğəmbər sallallahu deyir ki, ya Umeyr, mə fəalən Nuğayr, yəni neynədir Nuğayr? Yəni Nuğayr öldü. Zarafat edir Peyğəmbər sallallahu aleyhi ve sellem. Onunla İmam Tirmizi deyir ki, hədisdən belə faydalar götürülür ki, zarafat eləmək olar. Zarafat eləmək olar. Və həmçinin balacayı da kuniyə demək olar. Çünki deyir ki, ya Əbə Umeyr. Həmçinin Tirmizi deyir ki, rahmanullah, hədisdən fayda çıxanılır ki, uşağa quş alıb vermək olar ki, oynasın və s. Hətta Şafi'i rahmanullah deyir ki, bir gecə oturdum bu hədis üstündə. Bu hədis üstündə. Ya Umeyr, mə fəalə Nuğayr. Bu hədis üstündə oturdum və 1000 dən fayda çıxartdım. Və həmçinin görsənir ki, yəni, hətta Peyğəmbər sahabələrlə bir gün zarafat eləyəndə Peyğəmbər dedilər ki, ya Rasulullah, bizlə zarafat edirsən, dedi, vallahi, nə danışıram haqdır. Yəni, düzün danışıram zarafat eləyəndə də. Bunu göstərir ki, yalandan zarafat eləmək olmaz. Həmçinin sahabələr də Ömər radiyallahu anh bir gün məsciddə görür ki, biri tez namaz qılır, tez-tez. Bəzi ərkanların heç haqqını vermir. Və sonra namazda səslə deyir ki, ya Rabbi, məni cənnətə sal və hurlilərlə evləndir. Və Ömər ibn Xattab radiyallahu anh gözləyir bu namazı qutarından sonra deyir ki, sən evlənmək istəyən, lakin mehri az verirsən çox. Çünki hanı mehrin? Sən tez qılırsan namaz. Onda əgər hələdirsə, mehrin çox atkinə, yəni ibadəti yaxşı eləginə, əgər hurli istəyirsən cənnətdə. Yəni, zarafat lakin tərbiyə üçün, təlim üçün, onu başlanmaq üçün. Həmçə alimlərdən də biz görürük, alimlərin həyatı, xüsusən də Şəab radiyallahu anhu, Ömər ibn Abdüləziz Əmirül-Müminin vaxtında qazı idi və böyük tabinlərdən biri idi. Və Şəab'dan radiyallahu anh, rahimullahdan bir kişi soruşur ki, ehramda olan vaxtı, yəni həcdə o ağ ki qeymirlər, ehram vaxtı o sadir. Deyir ki, çinmək olarmı? Deyir ki, çiməndə bədəmi belə əhvlə sürtmək olarmı? Şəab radiyallahu anh deyir. Şəab deyir ki, olar. Deyir, nə qədər sürtmək olar? Şəab görür ki, artıq bu sual artıqdır. Necə yəni? Olar da qutardı. Deyir, hətta sümüyü görsənəcən. Yəni, zarafat edir belə. Həmçinin bir gün Şəab radiyallahu anh soruşurlar ki, iblisin arvadının adı nədir? Çünki iblis cinlərdəndir, cinlər də evlənir. Şəab da qalır belə sual, qəribə suala deyir ki, onların nikahında şahid olmamışıq. Və həmçinin radiyallahu anh'ın, rahimullahın zarafatlarından bir gün bir kişi gəlib, Şəab da radiyallahu anh'ın yoldaşın olur. Və deyir ki, Şəab kimdir? Və Şəab da görür ki, necə yəni, yoldaşınan budur, sözü deyən, yoldaşı göstərir ki, budur Şəab. Yəni, görür ki, onun cavabına. Yəni, belə sələf zarafat edib, həmçinin Əbu Hanifə rahimullah, Əbu Hanifəyə biri sual verir, deyir ki, bir kişi paltarını çıxartsa, sonra girib çayda çiməndə üzə ha tərəfə baxsın, qibləyə yoxsa başqa tərəfə. Əbu Hanifə görür ki, bu nə sualdır? Deyir ki, paltarlara tərəf bax ki, uğramasınlar. Və həmçinin belə, yəni, sələf belə zarafatlar edib və sələf alimləri deyirlər ki, zarafat da elə bir ki, xoreydə duz kimidir. Olmasa, ləzzət olmaz o duzun, sözün, əməli, çox olsa, acı olar. Yəni, yiyilməz tullanar. Və zarafat da həddi var. Gələk müəyyən qaydalar, amma qaydalar, mühtərəm müsəlmanlar, amma qaydalar, gələk zarafatda nəyə fikir verməlisən, necə qeyd etdiyi, yalan olmamalıdır, həmçin qeybət olmamalıdır zarafatda, böhtan ələ salmaq olmamalıdır, həya, ədəbə fikir vermək lazımdır, dinlə ələ salmaq olmamalıdır.
həmçinin səfihlərlə olmamalıdır. Zarafat eləyən baxma lazım, kimlə zarafat eləyirsən? Çünki zarafat eləyərsən, ətrafındakilər səfih ola, ağılsızlar ola, başlayar səndən zarafat və yaxşı nəticələr gətirib çıxarmaz. Həmçinin zarafat eləyəndə başqalarını nəzərə almaq lazımdır, haqların və s. Həmçinin zarafat eləyəndə özündən yaşlıla və ya alimlə, özündən böyünə zarafat eləmə. Həmçinin, mühtərəm müsəlmanlar, zarafat eləyəndə çox həddinə artıq dərinə girmək lazım deyil. Bəli, həddinə artıq gülmək lazım deyil. Sadəcə gülgünən, Peyğəmbər s.ə.v gülərdi. Sahabilər deyirlər ki, bir dənə vəh gələndə Peyğəmbər s.ə.v üzü ciddi olardı. Amma başqa vaxtda həmçinin təbəssümlə gülümsəyərdi. Və həmçinin zarafat elə hədd olmalıdır ki, öz şəxsiyyətini qorumalısan ki, cəmiyyət arasında həddinə artıq düşməsin şəxsiyyətin. Həmçinin haqq üzərində olmalıdır, yalan olmalıdır, necə dedik, çox olmamalıdır. Və həmçinin çalışmaq lazımdır ki, səni qəflət aparmasın, ibadəti zəiflətməsin və s. və s. Həmçinin çünki çox gülmək insanın qəlbini öldürür. Həmçinin düşmənçiliyi aparmamalıdır və ifrata və həmçinin çox davamlı olmamalıdır və s. və s. və s. Və biz görürük ki, sahabələr də, həm Rasul sallallahu aleyhi ve sellem, həm sahabələr, həm alimlər hərdən, müəyyən qədər həddində zarafat eləyərdilər və İslam o demək dövsən qaşqıvalı ol daima və ya ağlı həmişə nöşbəli oldu və s. və s. və ya və s. və s. Və lakin eləmək olar zarafat, lakin həddində İslam heç də bunu qadağan etməyib və xüsusən də öz əhlinlə də zarafat eləyə bilərsən və Peyğəmbər s.ə.v öz əhlinlə zarafat eləyərdi. Hətta hərdən bir gün Ayşə radiyallahu anhadan qaçdı. Dedi ki, gəl qaçaq, müsabiq eləyək. Və bir də Peyğəmbər s.ə.v keçdi, sonra ikincide Ayşə radiyallahu anha onu keçdi. Və Peyğəmbər s.ə.v buyurdu ki, ən xeyirli kişi o kişidir ki, öz əhlinlə yaxşı olar və mən də öz əhlinlə yaxşıyam. Və bilginə zarafat məsələsinə aydın oldu, sadəcə çalış, həddində olsun, həddini aşma və çalış, elə ki, bu ədabəti gətirib çıxarmasın və yerin bil və adamın bil və həddin bil. Allah subhanətələ bizə işi faydalardan etsin. Allah subhanətələ bizə fitnədən və əhlindən qorusun. Allah subhanətələ kim bizə pislik istəyirsə, ya Rabbi, onun pisliyi onun özünə et. Allah subhanətələ, ya Rabbi, ölkəmsə həmçinin müsəlman ölkənə xətadan, bəladan qoruyub. Ya Rabbi, müsəlmanlar ki, o müsəlmanlar ki, xəstəli olar, şəfa ver. Ya Rabbi, bizə fitnədən və əhlindən qoruyub. İbadallah. أقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب أستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين. عباد الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقيموا الصلاة.